hər birinizi xoş gördük. Bu günləri həmişə tək videolar çəkirəm YouTube-da. Bu dəfə istədim biraz fərqlilik olsun və ona görə də rəfiqəmi dəvət eləmişəm. Məncə özümüzü tanıtmaqdan başlayaq. Mən Sahilə, artıq 7 ildən çoxdur dizayner olaraq yeni bir agentlikdə çalışıram. Mən ixtisaslı jurnalistəm və hal-hazırda da öz ixtisasım üzrə işləyirəm. Mövzumuz manifest olmuşkən, onu da deyim ki, düzdür, spiritual güclərə inanmayanlar, enerjilərə inanmayan adamlar da var, inananlar daha çoxdur indiki dövrdə. Yəni inanmayan adam bunu videoya baxanda da ya da sən onun yanında oturub bu spiritual gücdən danışanda da bəlkə də sənin danışdıqların ona gülməli gəlir, amma toksiklik var da biraz da bu mövzuda. Məsələn, bəzən bu mövzunu o qədər şişirdilər, o qədər abartırlar ki, bəzən elə şeylə qarşılaşıram. Deyirəm ki, bu spirituallığa aid olsa da bu inandırıcı bir şey deyil. Həqiqətən də mənə gəlir ki, bu mövzu çox bəzən başqa yerə yönəlir. Düzdür. Bəzi olur ki, indi yaşam koçlar da çox çıxıb, spiritual güclərlə məşğul olanlar da çox çıxıb. Bunu hamı dərk eləməlidir ki, heç kəsin əlində sehirli çubuq yoxdur. Heç kəs o sehirli çubuğunu belə bir dəfə səni toxundurmaqla sənin həyatında hər şey super olmayacaq, hər şey də öz yerinə oturmayacaq da. Sən özün ona hazır olmalısan. Məncə bu mövzuda da biraz balans qorunmalıdır. Sadəcə arzulayıb oturmursan da, arzulayıb hərəkət eləməlisən. Arzulayıb hərəkət eləmə. Arzu başqa şeydir, xəyal başqa şeydir. Arzu odur ki, sən bunu istəyirsən, arzulayırsan və bu yolda hansısa addımları atırsan. Xəyal odur ki, sən evdə oturmusan yorğanın altında nəsə xəyal edirsən ki, falan şey mənim olacaq. O başqa şeydir. İnsan şuurundan keçirdiyi istəklərinə də, arzularına da, xəyallarına da daha diqqətli olmalıdır. Tam pozitivə köklənəndə, insan tam pozitiv üzrə olanda o yolu tutduğunuzda zaten onsa negativ düşünmürsən, toksik heç nə olmur. Bir də bir söz deyim, bu manifest mövzusunda çox qəşəng deməyim, belə deyək də, hamının çox təriflədiyi bir kitab var, The Secret kitabı, bəlkə sən də oxumusan. Oxumuşam. Bu kitab haqqında da danışmaq istəyirəm. O kitabı bir neçə il əvvəl oxumuşam, biraz kontenti tam yadımda deyil, amma təxminən sırf manifest mövzusudur orada. Hətta orada belə düşünürəm ki, biraz aşırı insanlara bir yönləndirmə olur ki, arzulayın, bunu deyin, bu olsun, belə çox belə abartılıb da məsələn. O kitab çox uzun illər bundan qabağı idi. Onun filminə də baxmışam, kitabını da oxumuşam. Hətta o kitabı oxuyanda özümü məcbur da eləmişdim ki, mən oradakı kimi olum, o olmamışdı. Onu dərk eləyəndən sonra insanları yanlış yönləndirər. Düzdür, hər şey insanın özündən, asıl da bir kitabdan hər insan özünə məxsus şəkildə o nəyisə götürür də, filmdən, kitabdan. Mənə gəlir ki, bir statistik bir nəticə var da, çox insana necə təsir edir o kitab. O kitabı oxuyurlar, insanlar elə bilirlər ki, hər şey belə şeydir də, belə hazıra nazir ola bilərik də. Bütün kitablarda, bütün coachlarda, bütün manifestlərdə hamısı gəlir sonda bir nöqtədə dayanır ki, hər şey insanın özündə başlayır, özündə qurtarır. Yəni hər şey sənin öz zehnində başlayır, zehnində də bitir. Sən bu günləri evdən çıxanda fikirləşirsən ki, mən evdən çıxıram. Yəni bunu öz üzərimdən deyirəm. Bu öz üzərimdə son illərdə praktikamdan deyirəm bunu ki, mən evdən çıxanda deyirəm ki, filan işimin dalınca gedirəm. Çox qəşəng alınacaq işim. Mən çox rahat bu işimi həll edib qayıdacağam. Düşünürəm və düşündüyümə də inanıram, evdən çıxıram. İnan ki, düşündüyüm kimi də olur və geridə qayıdıram çox rahat. Bir də son olaraq danışmaq istəyirəm olumlamaların mövzusundan, olumlamaların gücündən. Ümumiyyətcə belə bir şey var məncə. Afirmasiyalar. Düşünə bilərik ki, olumlama, yəni çoxu deyə bilər ki, boş şeydir də, nədir o yazırsan bütün günü, 21 gün yazmaq, 30 gün bunu yaz. Mənə elə gəlir ki, belə bir şey var, beyində 21 günə nəyisə zehində oturur da. Yəni bunu elm də təsdiq edir ki, təkrar olduqca zehində oturur. 21 gün çəkir və zehin bir şeyə əvvəl qəbul eləmir bu realda, amma 21 gün ona bir şey deyəndə artıq beyində onu sən 21 gün yox, bəlkə də 1 ildir mən dalbadal deyirəm ki, mən hər şeylə gözəllə layiqəm. Yəni sən bunu deyirsən. O belə bir misal var ya. Əslində bu sözü yadıma düşür uşaq vaxtı. Bəlkə sən də çox eşitmisən bu sözü ki, deyir ki, öz dediyi yalana özü inanır. Özün yalanını danışırsan, sonra öz yalanını bir müddətdən sonra özünə başlayırsan inanmağa. Bu afirmasiyalar da elə eyni şeydir. O deyirəm ki, hər şeyin ən gözəlinə layiqsən. Bu bir məsələ yadıma düşdü. Səncə bu
bu şeyin hansı dərəcəyə qədər öz sevgi, hansı dərəcəyə qədər eqoizm ola bilər, o şeyi ayırmaq məsələsi var. Öz sevgi və eqoizmin fərqindən istəyirəm. Eqoizm deyil məncə. Hansı dərəcəyə qədər eqoizm deyil. Yəni bütün mərhələlərdə sən özünü seçib özünü qoymursan ki, düz deyə mərkəzdəsən. Birmənalı olaraq insan özünü seçmirsə heç kəsi seçə bilməz, amma bu egoistlik deyil. Egoistlik o vaxtdır ki, sən yalnız toksikcəsinə ancaq özünü düşünürsən və bunu elə düşünürsən ki, yanındakına sən zərər verəcək dərəcədə özünü seçirsən də. Məncə onda o egoizmə girir. Misal üzərindən deyəcəm ki, məsəl üçün mən fikirləşirəm ki, Sahilə ilə münasibətdə mən dəyərliyəm, amma o məni artıq dəyərsizləşdirirsə mən ondan uzaqlaşmalıyam. Bu egoizm deyil. Burada mən sadəcə olaraq özümü seçirəm, özümü seçmiş oluram. Mən əgərlərin bir münasibətdə toksik bir rəftarla rastlaşıramsa, bir kobudluqla rastlaşıramsa, mən özümü seçirəmsə, oradan sakitcə uzaqlaşıramsa, bunun egoizmin harasındadır? Mən görmürəm burada egoizmi. Bir məsələ də var. Məsələn deyirlər ki, sən fədakar deyilsən də. Mövzumuz biraz başqa yerə gedir, amma bunlar çox maraqlı mövzu deyil məncə danışaq. Biz bəlkə oturub günlərlə danışdığım mövzu qurtarmayacaq. Fədakarlıq hansı dərəcəyə qədər o məsələn deyirlər ki, əvvəl qadınlar çox fədakar idi. Səncə əvvəl qadınlar fədakar olub, yoxsa sadəcə qəbullanan tərəf olub bu məsələ? Həm fədakar olub, həm də qəbullanan tərəf olub. Onu da bax, sən bu sözü dedin, benimdə başqa bir otaqda işıq yandı, dinqələdi siqnal deyəcəm nə? Çünki ziyan görsən belə çıxmadığın münasibətlər olub ki, fikirləşirsən ki, düzələcək, düzəldəcəm. Amma artıq indi elə bir mərhələyə gəlib çatmışam ki, mən özümdən deyirəm, hər bir misalı öz üzərimdən göstərərəm ki, bunları paylaşa bilərəm də, hə? Paylaşa bilərsən. Yəni elə bir mərhələyə, elə bir yerə gəlib çatmısan ki, artıq nəyinsə durub izahını vermək üçün belə özün yormaq istəmirsən də. Yəni fədakarlıq sözünün anlamını sanki bilmirik. Fədakarlıq özünü qurban vermək deyil də, qətiyyən. Ana-bala münasibətlərində də fədakarlıq lazım deyil. Çünki bir yerə qədər lazım deyil. Artıq o övladının sənin 18 yaş varsa, o səndən artıq asılı deyilsə, düz körpə uşağa ana fədakarlıq eləyə bilər də. 3 aylıq, 4 aylıq, 3 yaşında ya da yeni doğulmuşa. Çünki o özünə heç nə eləyə bilmir də. Yeməyini də yeyə bilmir, məsəl üçün başqa ehtiyaclarını da özü ödəyə bilmirsə, təbii olaraq ki, sən ondan fədakar ana olacaqsan, hər şeyini sən eləyəcəksən, istisindən, soyuğundan onu sən qoruyacaqsan. Amma onun belə, yəni ana-bala münasibətinin belə bir yerə qədərdir də. Sən onu 18 yaşına, müəyyən məsəl üçün də 18 yaş deməyək, 18 yaş Azərbaycan davam elətdirsən, sən övladına ziyan vuracaqsan bəlli bir yaşdan yəni, sonra. Bir yerə qədər sən eləməlisən də. Bir yerdə yağış yağanda o özü öz başına öz əlini tutmağı bacarmalıdır. Çox qəşəng cümlə. Həqiqətən ki, yəni həmişə sənin əlin onun başında ola bilməz də, o bir yerə qədərdir. Bir yerdən sonra o özü öz əlinin başına tutmağı bacarmalıdır ki, mən bunu bura tutmazam, yağış məni isladacaq. Məsuliyyət öyrənir və gələcəkdə də öz münasibətlərində məsuliyyəti daşımağı öyrənir və məsələn bir oğlan uşağı böyüdürsənsə, bəlli bir yaşdan sonra o ailə qurduğunda öz məsuliyyətlərini dərk edir və qarşısındakı insandan fədakarlıq gözləmir. Bu çox uzun bir mövzudur. Biz bu haqqda danışsaq, oturub günlərlə danışa bilərik və başqa mövzuya gedib çıxır ki, indiki dövrdə bəzi analar əsas da oğlan uşaqlarını elə böyüdürlər ki, elə tərbiyə verirlər ki, sanki evin içində kimsə, yəni ki, o evləndiyi adam da, həyat qurduğu adam bunun elə bil ki, qulluqçusudur da, hər şeyini o eləməlidir. Qarşısındakı hətta elə yerə girir ki, biraz da kobud da olsa deyəcəm, o çox pul qazanan kişilər elə bilir ki, elə o evdəki o arvadı onun elə nökəridir, quludur, hər tərəfidir, həm mənəvi, həm fiziki olaraq o ona hər şey eləyə bilər də, əzə bilər, söyə bilər. Amma yəni belə deyil də, yəni bunu hamı dərk eləsə, fərqində olsa ki, bu belə deyildi. O da sənin üçün bir insandır. O da sənin üçün bir ananın balasıdır. Belə kişiləri zaten analar yetişdirmir. Analar eləyir, o canavarları ilə analar yetişdirir. Mən özüm də bir anayam, yəni bunu çox rahatçılıqla deyə bilərəm ki, İnan ki, bunu analar eləyir də, analar yetişdirir. O uşaqları analar yetişdirir. Bu mövzunu başqa bir videoda bəlkə danışarıq da, oradan da çox geniş bir mövzu. Və anası tərbiyə elə, o boşuna deyilmi bu sözlər? Anası tərbiyə eləyə bilməyən heç kəs tərbiyə eləyə bilməz. Həm də ki, anası doyuzdurmayan bir balanı, övladı, bir insanı dünya doyuzdura bilməz emosional olaraq. Yəni bu duyğuları belə ana həm tərbiyələndirir, ümumiyyətlə ana həm də obrazı sevgiyə doydurur. Emosional boşluğu da ana yaradır. O doyuzdurmasa
Eynən. Düzdür, ata tərəfdən də olur, amma əsas rol ana Amma oynayır. bizim cəmiyyətdə biraz ana çox ön plandadır, təlim, tərbiyə məsələsində. O da ondan irəli gəlir ki, ata ömür boyu çöldə olur, pul qazanmalıdır, işləməlidir, ana daha çox uşaqla vaxt keçirir, ona görə. Ölkələrdən çox fərqlənir. Balans orada pozulur, bəli. Bir də belə bir şey var, nəyisə manifest edəndə oturub gözləmək. Məsələn, nəyisə istəyirsən və oturub həsrətlə gözləyirsən ki, bu şey olsun, amma o şey olmur adətən. O olmayacaq da heç vaxt. Çünki gözləmək lazım deyil. Çünki gözlənti enerjisində Gözlənti enerjisində olduqca sən onu özündən uzaqlaşdırırsan. Lazımdır nəyisə istəyirsənsə, bir şey də var ki, oturduğum yerdə deyim ki, mən falan şey istəyirəm, o heç vaxt olmayacaq. O şeyə doğru sən özün, əgər mən iş yerimi dəyişmək istəyirəmsə, daha yaxşı, daha uğurlu bir yerdə, daha bir uğurlu pozisiyada işləmək istəyirəmsə, bu sahə üzrə özümü inkişaf elətdirməliyəm və ən azından haralarasa mən CV göndərməliyəm. Özümü görmək istədiyim postlara. Özümü görmək istədiyim postlarda, özümü görmək istədiyim şirkətlərimi harasa da mən ora ən azından CV-lər göndərməliyəm. Ondan sonra da onu artıq yəni bunu da özüm düşünmüşəm, yaşamışam ki, nə vaxt ki sən o istədiyin şeyi buraxırsan, o onda gəlir sənə. Əslində həyatın çox bəsit qanunları var. Məsələn, elə bu danışdığımız mövzular həyatın belə bəsit qanunlarıdır da. Biz onları öyrənsək, bizə həyatı yaşamaq əslində çox sadədir. Biz onu belə mürəkkəbləşdiririk, çıxılmaz yollar yaradırıq özümüzə. Əslində hər şey buraxmaqdan keçir. Yerində durmağı bacarmaq lazımdır ki, o şey sənə doğru gəlsin də. Geri çəkilmək yox, yerində durmağı bacarsan hər şey gəlir. Bəzən tez çözüm axtarırıq, adi bir problem yaşayanda həyatımızda tez çözüm axtarırıq da ki, bu niyə belə oldu, gəl bunu dəyişim, belə eləyim. Amma sən orada durub gözləsən, zaten kainat o çözümü sənə gətirir ki, bu səbəbdən bu belə oldu da. Yəni sən bilmirsən, amma mən bilirəm deyir də sənə bir növ. Bir də ki, həyatımda son anlar, son bir ildə daha sürətli yaşadığım hadisələr üzərindən bunu əminlik edə bilərəm ki, hər şeyin öz vaxtı var. Sən yəni Dönüşümün vaxtı. Dəyişimin də, dönüşümün də, sənin həyatına gələnlərin də, çıxanların da heç biri təsadüf də deyil. Hamısında özü ilahi zamanlama ilə baş verir. O bayaq dediyim kimi yazılıb, hazırlanıb, qoyulub, hamısı bu tarixdə bu olacaq, o tarixdə o olacaq. Düzdür, bunlar hamısı sənin öz istəyindən, öz seçimindən olur, amma ilahi zamanlama deyə bir şey var da. Manifest demişkən bir məsələyə də toxunacağam. Bunu da mən son 1-2 ildə özümdə bunu aydınlaşdırıb tam əmin güvən olmuşam ki, məsələ nədir? Allaha inanmaq başqa şeydir, yaradana inanmaq başqa şeydir. Yaradana güvənmək başqa şeydir. Yəni güvənməyi mən son illərdə öyrənmişəm. Güvənmək tam başqa şeydir, inanmaq tam başqa şeydir. Güvənmək odur ki, sən nəyisə əldə edəcəyi və nəyisə həyatında reallaşacağına zərrə qədər şübhə eləmirsən də. İstəyirsənsə tam 100% əminsən ki, bu olacaq, bunu yaradan sənə gətirəcək. Sadəcə olaraq öz vaxtında, öz zamanında. Mən indi işlədiyim yerdə yox, indi işlədiyim yerdə məsəl üçün 3 il bundan qabaq işləmək istəsəydim, o olmayacaqdı. Çünki mən ona hazır deyildim. O layiq olmaq məsələsi deyildi. Hazır deyildim. Məsəl üçün mən indi oturub fikirləşirəm ki, mən burada 1 il bundan qabaq işləsəydim, filan şeylərdə mən başa çata bilməyəcəkdim, filan şeylərdə məsəl üçün öhdəsindən gələ bilməyəcəkdim. Layiq yox, hazır olmaq məsələsidir məncə o. Yəni sən özün hazır olanda o zaten öz-özünə həll olur və gedib çıxırsan ora. Məncə sağollaşaq, artıq video çox Məncə də sağollaşaq, biz danışsaq gərək, hər mövzudan danışsaq, onda gərək daha çox danışaq. Məncə də sağollaşaq. Amma hansı mövzuda danışmağınızı istəsəz, sizə hansı mövzular daha maraqlı olsa, yazın şərhlərdə. Biz gələn dəfə mövzumuz davamlı videolar çəkməliyik, çünki biz hər mövzuda Xədicə ilə söhbətlərimiz bir-birimizdə çox böyük aydınlanma yaradıb. Yəni bunu qəbullanıram. Özünə də çox sağ ol deyirəm ki, yəni həyatımda çox aydınlanmalara səbəb olub. Və bu qədər. Başqa bir videoda görüşərik. Bugünlük bu qədər. Sağ olun.